Bismillahirrahmanirrahim. Elhamdülillah ve sallallahu ala Muhammedin ve alihi tahirin. Əzizlər, sizləri salamlayıram bu Məhərrəm ayının ilk gecəsində və bu ay münasibətilə İmam Zaman əleyhissalama, onun haqq naibinə və siz əzizlərə və bütün dünya müsəlmanlarına başsağlığı diləyirəm. Allah Taala inşallah həqiqi Məhərrəm və Məhərrəm ayının fəlsəfəsini dərk eləməyi hamımıza nəsib eləsin. Əziz rəhbərimiz 3-cü televiziya çıxışında müəyyən nöqtələri, müəyyən məqamlara toxundu, onları qısa şəkildə istəyirəm deyəm. Rəhbərimiz söhbəti 2 hissədən ibarətdir. Birinci hissə 3 dənə təbrikdir. Birinci təbrik Siyonist rejimə çalınan qələbəyə görə, İkinci, Amerika rejiminə, terörist Amerika rejiminə çalınan, onun üzərində olan qələbəyə görə. Üçüncüsü isə xalqın vəhdəti və həmrəyliyinə görə olan təbrikdir. İkinci hissə isə təslim barəsində Amerika prezidentinin boşboğazlıq eləyib İran xalqına təslim olmağına görə rəhbərin olan söhbətidir. Birincidə ki, ağa buyurdu ki, təbrik eləyirəm İsrail üzərində, İsrail rejimi, Siyonist rejim üzərində çalınan qələbəyə görə. Burada ağa bu ifadəni işlətdi ki, təqribən İsrail rejimi bu 12 gün ərzində dizə çöktü və İranın silahlı qüvvələrinin, belə desə, ayaqları altında əzildi. Ağa buyurdu, leh şod, yəni tapdandı. Yəni təqribən məhv olmaq üzrə idi. Və Siyonistlər bunu gözləmirdilər. Siyonist rejim həmişə özünü elə göstərib, yenilməz qüdrət kimi göstəribdi və dünyada bu hayküyü salıbdı. Ağa da buyurdu bunu. Bunlar hayküyü salırdılar, iddia edirdilər. Amma bu çox qatlı müdafiə sistemindən İranın raketləri keçdi və onların həssas yerlərini, bəzi məntəqələri və bəzi döyüş məntəqələrini belə vurdu, sıradan çıxartdı. Əlbəttə, bunu da qeyd edeyim ki, bunlar özlərini məzlum kimi göstərmək istəyirdilər ki, İran məsələn xəstəxana vurubdu. İran xəstəxana vurmayıbdı. Bu, qan içən Siyonist rejim müəyyən həssas müəyyən həssas bazaları xalqın yaşadığı, yəni İsraildə yaşayan cəmaatın yaşadığı yaşayış məntəqəsində binaların arasında qoyub. Ki, bu da onların, belə desək ki, hoqqabazlığına görədir ki, sabah bunu dünyaya çatdırsınlar ki, məsələn, bunlara hücum eləyən dövlət həssas, məsələn, yaşayış məntəqələrini vurur. Buna diqqət eləmək lazımdır. Amma hər halda İran İslam Respublikasının silahlı qüvvələri vurdu, darmadağın elədi. Və 12 gün ərzində demək olar ki, məhv olmaq üzrə idi. Və bu da onların yalancı qüdrətini göstərir. İranın silahlı qüvvələrinin bu qüdrəti ağa buyurdu ki, ilahi neymətlərdən biridir. Çünki İslamı və müsəlmanları qoruyur. İrandakı silahlı qüvvələr xalqın içindən doğulub, xalqın içindən çıxıbdır. Ona görə də bunları yenmək mümkün deyil. Bunlar xalqa söykənibdir. Və ağa bir söhbətində neçə il bundan öncə buyurmuşdu ki, bizim raketlərimizin yanacağı xalqımızdır. Xalqımızın birliyidir, xalqımızın təkan verməyidir. İkinci məsələ İranın silahlı qüvvələrinin və İran xalqının Amerika üzərində olan qələbəsidir ki, ağa buna görə də təbrik deyir və Amerikanın birbaşa döyüşə girdiyini vurğulayır. Niyə birbaşa döyüşə girir? Çünki görür ki, Siyonist rejim tamamilə məhv olub aradan getmək üzrədir. Və ağa gəlir buyurur ki, bunlar o hədəflər ki, təyin etmişdilər Amerika, müəyyən hədəflər ki, təyin etmişdilər, o hədəflərin heç birinə nail olmadılar. Əlbəttə, onlar döyüşə girməmişdən qabaq iddiaları bu idi ki, biz girib İran İslam Respublikasındakı hökuməti dəyişmək istəyirik. Ki, hökuməti dəyişməkdən zərrə qədər söz gedə bilməz. İndiki danışıqları, o Amerikanın sarsaq prezidentinin danışıqlarına da indi diqqət eləsəz, görərsən ki, bu sözləri demir. Və ikincisi, nüvə obyektlərini aradan aparmaq idi ki, gəldi, vurdu və amma
çox möhkəm quruluşa malik olan nüvə obyektlərində cüzi, əgər nəsə bir dağıntı varsa cüzidir. Yəni heç bir problem yaranmayıbdır. Amma burada bu nöqtəni də istəyirəm qeyd edeyim ki, diqqət edin əzizlər, nə Amerika, nə İsrail, nə İngiltərə, nə Almaniya, nə o bir Fransası və sair ölkələr, bu hegemon ölkələr ki var dünyada, bunlar heç biri xalqın qeydinə qalmır. Bunlar üçün xalq onlara əgər nökər olacaqsa o xalqı qəbul edirlər, olmayacaqsa qəbul eləmirlər. Bunu nəyə görə deyirəm? Bunlar iddia edirlər ki, xalqların belə desək ki, himayədarlarıdırlar, xalqa nicat verəndirlər. Bunlar gəldilər Fordonu vurdular. Fordo həmin bu əlimi uzatdığım istiqamətdədir. Qum şəhərindən təqribən bir 30 kilometr fasilədədir. Bunlar əgər xalqı fikirləşən olsaydı, dinc əhalini fikirləşən olsaydı, gəlib nüvə obyektini Qumda, İsfahanda və digər yerdə vurub, burada sızıntı, burada dağıntı baş versəydi, bütün xalq qırılacaq idi. Bunlar deməli, xalqın fikrində deyirlər, gəlib yalandan xalqın adını çəkirlər. Bu, bunların xüsusiyyətidir. Rəhbər gəldi, buyurdu ki, əgər bunlar, məsələn, insan hüquqlarından dəm vururlarsa, bunlar əgər gəlib deyirlərsə ki, nüvə stansiyası gərək olmasın, ballistik raketlər olmasın, həmcins bazlar, nə bilim, müxtəlif iddialar ki eləyirlər. Bunların heç birində hamısını ağa buyurur ki, bir dənə bəhanədir. Xalqlara istəyir bir bəhanə göstərə, amma bunun ardınca əsli işlərini istəyirlər göstərərlər ki, xalqlar özlərinə təslim eləyərlər. Sadəcə olaraq Trump'ın ağzından çıxdı bu söz. Yəni, belə desək ki, ağzından qaçırtdı və ağa bunu qəşəng şəkildə gəldi, buyurdu ki, bunların əsli hədəfləri elə həmin budur. Amma bu da İran xalqı üçün keçərli deyil. Niyə? Çünki İran xalqı öz hökumətini sevir, özü inqilab eləyib, öz hökumətinin arxasında dayanır və bununla da göstərdi ki, heç bir qüdrət İran xalqını yenə bilməz. Ağanın üçüncü təbriki nəyə görə idi? Xalqın 90 milyonluq xalqın vəhdətinə və həmrəyliyinə görə idi. Yəni, xalq gəldi, bu hökumətin arxasında dayandı. Əzizlər, bəli, hər bir hökumətdə olduğu kimi bu hökumətdə də bu quruluşu, bu hökuməti bəyənməyən müəyyən qüvvələr var. Müxtəlif bəhanələrlə. Amma bu hücum səbəb oldu ki, hətta o müxalifət eləyənlər ki var, zahirdə elə görsənirdi ki, bunlar mümkündür hökuməti bəyənməsinlər. Hətta bunlar da gəldilər, hökumətin arxasında dayandılar. Bəzi epizodlar var idi ki, çox maraqlı idi. Gəlib, Seyid Əli, canım sənə qurban olsun. Zahirdə İslami geyim keçimi yoxdur, amma bu məhəbbətini göstərdi və dedi ki, bağışda ki, bu vaxta kimi mən sənin qədrini bilməmişəm. Bəs düşmənin bir axmaqlığı səbəb oldu ki, xalqın içində narazı olan bəzilərini belə gətirib hökumətin arxasında qərar versin. Əlbəttə buna görə düşmənə dırnaqarası bir təşəkkür də düşür ki, bunların axmaqlığının nəticəsi idi ki, belə bir nailiyyət də əldə oldu. Söhbətin ikinci hissəsində ağa buyurdu ki, əsas məsələ təslim məsələsidir. Həm bayaq dediyim məsələ ki, ortada nə ballistik raket məsələsi var, onun uzaq mənzilli, yaxın mənzilli olmasıdır, həmcinsbazlıq məsələsidir, eyni cinsdən olanların evlilik məsələsi və sair dünyada məsələn insan hüquqları və sair bunların hamısını ağa buyurdu ki, bəhanədir və təslim eləmək istəyirlər. Bu ikinci məsələ, o təslim etmək məsələsi mühümdür. Hansı hökumətə bəyənmirlərsə onlara müəyyən sanksiyalar tətbiq edirlər və o xalqın belini qırırlar. Amma bu təslim məsələsi ilə bu dahi şəxsiyyət gəldi nə iş gördü? Həm İranda inqilabçı qüvvəni düşməndən ön cəbhəyə qoya bildi, həm qeyri-inqilabçı və zahirdə məsələn bu hökumətə bəyənməyən və yaxud məsələn millətçiləri belə gətirdi. Dedi ki, İranı təslim etmək istəyir. İranda dünyaya gələn İrana bağlıdır. İstəyir Lor olsun, istəyir Fars olsun, istəyir Türk olsun, Azəri fərqi yoxdur. Hansı millətdən olur olsun, bu xalqa, bu torpağa bağlılığı var. Ağa
dahi şəxsiyyət özü cəbhənin önündədir və xalqı öz arxasına yığa bildi. Bu dahi şəxsiyyətdə olan hünərdir. Bu bir məsələdir. İkinci məsələ bundan ibarətdir ki, rəhbər əvvəlki söhbətlərində bir neçə ay bundan öncə elədiyi söhbətdə buyurdu ki, əgər biz məsələn Ansarullah Yəməndir və sair Hizbullahdır və sair bu müqavimət dəstələrini, müqavimət qruplarını, təşkilatlarını gəlib deyirdilər ki, bunlar İranın niyabəti qüvvələridir, İranın belə desə proksi qüvvələridir. Ağa gəldi buyurdu ki, bizə proksi qüvvə lazım deyil, bizə niyabəti qüvvə lazım deyil. Biz öz gücümüzlə düşmənin ağzını əzə bilərik. Bu məsələ neçə ay bundan öncə bir iddia kimi idisə, bugün artıq əyani şəkildə özünü göstərdi. 12 gündə dünyada təmtəraq salan, dünyada nə bilim müəyyən hay-küy salan, iddia eləyən İsrail rejimini xalqı ilə qarışıq apardı, sisan yuvalarına saldı. Özləri etiraf elədilər, özləri BBC-dir və sair müxtəlif şəbəkələr, müxtəlif kanallar gəldilər, etiraf elədilər ki, həqiqətən bizim artıq İranın raketlərinə cavab verməyə sursatımız yoxdur. Demək olar ki, sursat artıq yarıya düşüb, ya yarıdan da azad düşübdür. Bu, yəni həqiqətən İran İslam Respublikasının çox güclü və qüdrətli olmağının bir göstəricisidir. Əzizlər, Amerika və İsrail əgər gücü çatsaydı, mütləq şəkildə bu müharibəni davam elətdirərdi və bu hökuməti çökdürərdi. Gücü çatmayıb deyə eləmədi. Bir dənə bunun nöqtəni də qeyd edeyim, yaddan çıxmamış. Diqqət edin, içəridə bu döyüş başlamamışdan öncəyə İsrail içəridə bəzi satılmışların əli ilə müəyyən obyektləri partlatdılar. O da radar sistemləri və yaxud hava sistemindən, hava hücumundan müdafiə sistemləri müəyyən yerdə müəyyən təxribatlar törətdilər. Düzdür? Hətta bunun özü belə hansısa bir ölkədə baş versəydi, o hökuməti çökdürməyə bəs eləyərdi. Amma İran İslam Respublikası ilahidən olan güc vasitəsilə gəldi, bir gün də çəkmədi. Təqribən yarım gün müddətində özünü bərpa elədi və düşmənə ağır cavablar verdi və bu da bütün dünyanın gözü qarşısındadır. Deməli, döyüşü davam etdirməyə gücləri çatmadı deyə atəşkəs üçün yalvar yaxar elədilər. Dünyada bu qədər hay-küy salmış bu Siyonist rejim bütün dünyada ün salıbdır, ad salıbdır ki, biz yenilməz qüdrətik. 6 gün ərzində 6 dənə ərəb ölkəsinə hücum elədi, belə desək ki, onlardan ərazi aldı, torpaqlarını işğal elədi. Bu qüdrətli kimi görsənirdi və öz iddiası da bu idi ki, həqiqətən qüdrətlidir. Amma bu qüdrətli, bu dırnaq arası qüdrətli sistem, hökumət 2 həftə tab gətirə bilmədi. Əzizlər, bu hansı hökumətin arxasında dayanıb istəyir o hökuməti saxlasın? Bu sual yeri deyil. Bu Azərbaycan üçün bir dənə mesaj deyil ki, bu qədər onlara söykənib təhdid edirlər İran İslam Respublikasını və s. Bunlar hansı gücə söykəniblər? Həmin bu 2 həftə belə davam gətirə bilmədi. Yəni, çox gülüncdür. 12 gündən sonra düşdü yalvar yaxara ki, atəşkəs. Və Amerika girdi onu müdafiə eləməyə ki, özü biabırçı bir vəziyyətdə və dünyada rüsvay oldu Amerika. Hər ikisi rüsvay olmuş şəkildə başladılar dünyada təbliğat sistemi ilə özlərini qüdrətli kimi göstərərlər. Bunların heç bir qüdrəti yoxdur. Allahın izni ilə İsrail rejimi çökübdür və inşallah çox ağa vəd verim, inşallah ki, bu vəd də həyata keçəcəkdir və çox uzaq olmayan bir zamanda biz bu Siyonist rejimin çöküşünü inşallah Allah ömür versə müşahidə edəcəyik. Bizim boynumuzda cihadı təbiindir, təbiin cihadıdır, aydınlaşdırma cihadıdır. Biz bəyan etməliyik, xalqlara çatdırmalıyıq, gücümüz çatan platformalarda biz təbliğatımızı davam etdirməliyik. Sizlərə Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.